Salam, vaxtınız xeyir olsun değerli futbol severler. Əskar Futbol Liqasından hər birinizi xoş gördük. Günün açılış qarşıdurmasında Dırdır və Kristal komandaları qarşılaşır. Hər iki komandaya da uğurlar arzulayırıq. Bol qolluq, ədalətli, gözəl bir mas diləyir iki komandaya da. Sizlər indi komandaların heyətləri ilə tanış edim. İlk öncə Dırdır komandasının heyətləri belədir. Qapıda Rahim 2, Yunus 3, Miri 4, Elvin 5, Azər 11 komandanın kapitanı Məzid, 21 Hidayət və 27 Vasif. Kristal komandasının heyətləri belədir. Qapıda Xalid 9 komandanın kapitanı İbrahim, Azad, Royal, Kingsley, Musa, Roman və Sadiq. Yenidən hər iki komandaya uğurlar arzulayırıq. Layiq olan qazansın deyirik. Musa topladı. Musa komandasının əsas silahı qol maşını. Roman oynadı. Roman. Royala qaytarır. Yenidən Roman. Solda Musa istiqamətə ötürmə. Musa. Hidayət var qarşısında. Musa. Kesə bilmədi. Kapitan Məzid topunu almağı bacarır. Dırdır komandası əksübə smanslaşır. Hidayət. Keçdi bir rəqibini. Musa gəldi. Qarşısını kəsdidən getdi biraz Hidayəti. Bu ötürmədə dəqiq alınmadı. Out. Kristal komandası outdan top oyuna daxil etdi. Musa topladı hal-hazırda. Necə imkan vermədi onun irələnməsi, amma top hələ də Kristal komandasındadır. Azad topladı indi. Azad çəkdi soluna. Zərbəsini indirdi. Son anda Qalkiper və korner. Qalkiper komandasını mütləq qoldan xilas edir. Oyunun ilk təhlükəli epizodu Kristal komandasından gəlir. Amma Qalkiper imkan vermədi. Azadın hesabı açmasına. Musa. Sağa çəkdi Musa. Qüvvətli zərbə. Top qapının üzərinə meydanı tərk etdi. Buradan zərbə olacaq. Buradan zərbə ilə top oyuna daxil edir, uzun ötürmə. Məcid istiqamətinə və burada Məcidə qarşı qayda pozuldu Royal tərəfindən. Hakimin də fiti səsləndi. İndi cəmi zərbəsi yeni yetəcək Dırdır komandası top arxasında Vasif və Hidayət və Hidayət zərbəsi indirdi. Toryandan silkələdi. Hidayətin bu zərbəsi. Buradan zərbə ilə top oyuna daxil edildi. Sadiq topladı. Sadiq Musa istiqamətdə ötürmə. Musa. Yenə Hidayət var qarşısında ötürməsini azad etdi. Azad. Sağ ağzına ötürmə. Sadiq istiqamətinə. Məcid kəsdi qarşısına. Xalid topa yaxındır və Xalidin nəzarətində top meydanını tərk edir. Meydanın özlərinə aid olan səsindən sağ ağzınaqdan altı yerini yetirdi. Kristal komandası yenidən Musa topladı. Musa yanında Sadiq'i gördü. Sadiq Royal oynadı. Royal sol uzun ötürmə düşündü. Hidayətə kesmədi. Hidayət imkan vermədi. Altı yeni yetirildi. Yunus Hidayəti düşündü. Royal kəsdi bu ötürmənin qarşısında topu komandasına qazandırdı. Musa. Və burada Musa'ya qarşı qayda pozuldu. Pis səsləni icəbə indirildi. Top canı sətdən qaydır. Altın yeni yetirildi. Sadiq. Sadiq uzaq məsafədən zərbə düşündü, amma bu zərbəsi dəqiq alınmadı. Qapıdan zərbə olacaq. Qapıdan zərbə ilə Dırdır komandası top oyuna daxil etdi. Hidayət istiqamətdə ötürmə. Hidayət tək toxuş ötürmədə və batışması. Yenidən Məcid istiqamətdə ötürmə. Son anda Sadiq müdafiədə. İnanlı oynadı. Top Vasifdən indi meydana tərk etdi. Korner.
Roman korner yenidir. Qapı qarşı ötürmə. Musa hesab atmağa çox yaxınlaşdı. Amma yaxın məsafətən zərbəsi tora daxil olmadı. Vasif ötürməsi top. Çatmadı Hidayətə. Real topu komandasına qazandırdı. Bu indi qapısı Rahimdə qalır. Məcid topladı. Məcid kesə bilmədi Realı. Real müdafiədə yenə də inamlı təsir bağışladı. Vasif Məcid oynadı. Məcid ötürməsi keçmədi. Sadiq bu ötürmənin qarşısını kəsdi. Altın yeni yetirdi. Hidayət ötürmək yenə də Real müdafiədə imkan vermədi rəqibinin irələməsinə. Musa zərbəsi endirdi. Top səsivədən yan keçir. Buradan zərbə ilə topuna daxil edilib Hidayət. Hidayətin bu ötürməsi kesmir. Top azadda qaldı. Royal Sadiq oynadı. Sadiq sol uzun ötürmək Roman istiqamətinə. Roman qapı vaxt zərbəsini endirdi. Rahim 2 əlində topa sahib olmağı bacardı. Yenə də komandasını qoldan xilas etdi. Musa da qüvvətli zərbə endirdi Musa. Müdafiətə bu dəfə Edvin blok qoydu. Əl oynamışdı Roman bu epizodda. Dərmə zərbəsi yeni yetirir oturdu komandası. Yunus Vasif istiqamətə ötürmə etmişdi. Vasif Məcidi düşündü amma top Romanda qaldı ötürməsi. Ünvanı çatmadı. Musa ilə oynadı. Musa sağca ötürmə azar. Qapı qarşı ötürmə düşünür. Yenə də Edvin. Cəlmə meydançasında təhlükənin qarşısı almağı bacardı. Topu indi dırdı komandasında da Hidayət. Məcid oynadı. Sol uzun yaxşı gördü Vasifi. Tək toxunuşla ötürmə etdi. Vasif Hidayət ötürmə. Hidayət. Məcidi düşünür. Məcid. Top indi meydana tərk etdi. Sadiq altı yeni yetirdi. Royal oynadı. Yeniden Sadiq. Sağda Azad var. Royal düşündü. Roman düşündü. Üstüne top. Romana çatmalı. Yunus imkan vermədi müdafiədə. Top yenidən almaq Kristal komandasında da. Sadiq. Sadiq topladı. Yanında Musa var. Bu da topu Musa'ya oturdu. Royal. Azad oynadı. Solca Musa var. Musa. Qarşısında Yunus. Musa qapı 9 zərbə indirdi. Toru yandan silkələdi. Musa. Qafadan zərbə ilə top oyuna daxil edilir. Məcid. Yaxşı keçdi bir rəqibini. Məcid salcat eləməyə çalışıyor. Bir rəqibini keçdi. Zərbəsini də indirməyə çalışdı. Son anda Sadiq. İmkan vermədi. İki rəqibini yaxşı keçmişdi kapitan. Amma Sadiq özünü çatdırdı. Blok qoymağı bacardı zərbəyə. Sadiq qapı qarşı ötürmə. Topu toxunmaq mümkün olmadı. Top out yollandı. Musa. Sadiq oynadı. Sadiq topu. Royal oturur soluzdan. Ha Royal. Yanında Azad oynadı. Azad. Roman var. İkinci yaxın hissədə. Top meydanı tərk edib. Haşim səsləndi. Qapıdan zərbə ilə top oyuna daxil ediləcək. Rahimdən uzun ötürmə. Vasif istiqamətinə. Sadiq topu qazandı və Sadiqə qarşı qayda pozuldu. Sadiq Musa oynadı. Musa sağ azaqdadı. İndi Azadı gördü. Azad yenidən Musa istiqaməti. Başına zərbə gəlir. Top qapının üzərindən meydandan çıxdı. Yenə təhlükəli gəldi Kristal komandası amma yenə də fərqlənmək mümkün olmadı. Bu hücumdan da eli boş qayıtdılar. Zərbə ilə topuna daxil edildi. Vasif sağ azaq düşündü Yunusu. Bunu biraz sürətdə almışdı. Topa çatmaq mümkün olmadı.
Roman Sadiq topladı. Sadiqin də ara ötürməsi Azər imkan vermədi. Ötürmənin ünvanın çatmasına out yeni yetirdi dərhal Sadiq. Royal sağ ötürmə Roman istiqamətinə. Roman Elvin var qarşıda, qapı qarşı ötürmə. Amma Azaddan zərbə gəlmədi. Out yeni yetirildi. Kesmədi. Top yenidən Kristal komandasındadır. Musa geriyə çəkildi bir qədər. Musa. Top hələ də Musa'nın özündədir. Ayaq saxlayır, tələsmir, dayanır, fikirləşir. İndi öz ötürməsini etdi. Top Sadiqdə də hal-hazırda. Top meydanda da Sadiq sol zaman Musa istiqamət ötürmə. Musa Azad oynadı. Azadın qarşısında Azər var. Azad bax qapıya zərbəsi indirdi Elvindən. Top meydanın hərəkəti blok qoydu bu zərbəyə. Korner. Musa zərbəsi indirdi. Yenə blok var. Sol cinatan ilə alt yerinə yetirəcək. Kristal komandası. Royal Sadiq oynadı. Sadiq qapı 9 zərbə indirdi. Son toxunuşdurdu komandasındandı. Korner. Azad qapı qarşı ötürmə. Musa'nın zərbə indirməyinə imkan vermədilər. Yenidən korner. Korner yeni yetirildi. Azad. Sadiq indi. Qüvvətli zərbə. Top çərçivədən aralı keçdi. Zərbəyə topuna daxil edir. Məziz istiqamət ötürmə. Məziz. Topu yaxşı saxladı özündə. Kapitan özü irəliyir. Sürət yığdısı Azad'a meylidir. Amma top meydanda qalmadı. Qapıdan zərbə olacaq. Xalid qapıdan zərbə ilə top oyuna daxil etdi. Sadiq Roman oynadı sağ zərfdə. Roman Azad tabanla Musa'na düşündü. Topu satmadı Musa'ya. Alttırdı komandasını. Oyunda artıq 13 dəqiqə yaxın sənəkəydə qoymuşuq. Hələ ki hesab açılmayıb. 0-0'lıq bərabərliyi davam edir maçda. Hələ ki komanda da daha nizamlı oynamağa çalışır. Daha risksiz oynuyorlar. Hələ ki kontrollü oyun üstünlüyü verir ki komanda da bu da. Hesabın 0-0 olmasına səbəblərdən biridir, əsas amillərdən biridir. Roman topu saxlaya bilmədi. Out. Top ikisi gəldi Kristal komandasından. Vasif indi out yerinə yetirdi, döndü qapısına. Rahim. Yunus oynadı sağ zərfə. Ötürməyə dəqiq alınmadı. O meydanı tərk etdi. Out yerinə yetirəcək Kristal komandası. Sadiq topu elədi özündədir. Sol zaman meyil etdi. İndi Musa oynadı. Musa. Yenidən Sadiq. Musa'na düşündü amma anlaşılmazlıq yaşandı Musa və Sadiq arasında. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Hakim indi. İkisini səsləndirdi. Rahim uzun ötürmə. Top bir qapısıdan digər qapısıya qədər gəlib çatdı. Xalid. Sadiq oynadı. Sadiq Roman var sağ cinata. Topu qarşıladı. Qapı 9 zərbə indirdi. Bu zərbəsi çərçivədən yan keçdi. Zərbə ilə topuna daxil edildi. Azad bu ötürmən qarşısını kəsmişdi. Top meydanda qalmır. Musa yenidən Kristal komandasının hücumunu izləyik.
Azal qapı qarşı ötürmə. Zərbəli gəlir son anda. Goalkeeper. Yenə də komandasını qoldan xilas edir. Konu yetirildi. Out. Sol zaten out yeni yetirilecek. Roman Azat oynadı. Azat geriye Sadik. Tam mərkəzlədir. İndi sağ Azatda Musanı gördü. Yenidən Sadik. Musa. Qapı doğu zərbə indirdi. Qüvvətli zərbəsi. Sərsiviyə tuş gəlmədi. Buradan zərbə ilə topa daxil edildi. Vasif çıxamada ötürmə. Vasif. Sadik izləyir onu. Vasif zərbəsini indirmək bacardı amma zərbəsi dəqiq alınmadı. Sadik mani olurdu ona. Yaxşı zərbə indirməsinə imkan vermədi. Evet, o götürmə top goalkeeper Rahimdə qaldı. Səhv yol verdilər müdafiədə Musa. Topu tora göndərir Musa. Bu səhvi bağışlamır. 1-0. Hesab açılır. Əff etməz Musa. Belə epizodları. Əff etmədi də. Topu tora qovuşturdu. 1-0 hesabla irəlidədir Kristal komandası. Tarazlıq pozuldu masla. Hərəkətdə yeni yetirdi üçün altı indi. Dırdır komandası. Yerini yetirəcək. Yunus. Vasfı düşündü. Top Musa'da qalır. Musa sol cahda sürət yığı Musa. Türməsi son anda. Goalkeeper. Musa yerdə qalıb azlar içində. Oyun davam edir. Vara müdaxilə olunur. Hakim potensial penalti üçün. Daha doğrusu 50 oyun üçün qapısının cəriməsinin kənarda 50 oyun üçün vara baxmışlar ama hakim hər şey qaydalar çərçivəsində olduğu görüldü və oyun yenidən davam edir. Kristal komandasının 1-0 üstünlüyü davam edir. Kristal komandasının qalkiperi Xalitdən uzun ötürmə. Edvin qarşıladı müdafiədə. Azərdə qaldı top Azər. Sadik kəsdi qarşısına. Vasif topa çatdırdı özünü indi. Top oyunda da əldə. Yerdə qaldı Vasif. Top indi meydana tərk edir. Yox, top oyunda da. Vasif ötürməsini etdi. Sadik qapısı Xalit oynadı. Xalit Royal gör. Sol zinaqda Royal. Roman oynadı. Roman. Top gəldi. Top yenidən tırdır komandasında da Vasif. Üst səfər atasını çıxmağa çalışır. Sağ altına ötürmə etdi. Oyun davam edir. Etirazları var idi Vasifdən. Dəmir zərbəsi gözlürdü amma hakim. Hər şey qaydalar çərçivəsində idi. Sadik yaxşı çıxdı müdafiədən. Ucuz zərbəsini indirdi Yunusdan. Blok gəldi bu zərbəyə. Out. Sol zaten out yeni yetirildi. Hərəkətli yeni yetirildi. Out və yenidən. Tərəflər komandası out'u yeni yetiriləcək. Vasif topladı. Qayda pozuldu Vasifə qarşı. Cərimə zərbəsi yeni yetiriləcək. Vasif uzaq məsafədən cərimə zərbəsindən qapını düşündü birbaşa. Qayıtdı müdafiəsədən. Top tırdı komandasına indi qalkiperinə qədər gəlib çatdı. Rahim ötürməsi qalkiperin dəqiq alınmadı. Sıra komandası out'u yeni yetirdi.
Sadiq Royal oynadı. Yenidən Sadiq istiqamətini ötürmə. Royal Kristal oynadı. Sadiq oynadı düz sıra. Kristal komandasının hücumunu izləyirik. Tələsmirlər. Top çevirirlər müdafiədə. Top Royal'da hazırda indi Musa oynadı. Musa topu Sadiq'e qaytarır. Sağcan xaindi Roman topladı Vasifa qarşısında. İmkan vermədi. Vasif Roman irəliləməsinə outda dərhal yerini yetirildi. Sadiq Royal oynadı. Yenidən Sadiq. Sol cına ötürmə Roman istiqamətinə. Roman qapı qarşısına düşündü. Azad zərbə indirmə mümkün olmadı. Out indirdirdi komandasının da. Təsir uzun ötürmə gəldi Məcid istiqamətinə. Musa topun Məcidə satmasına imkan vermədi. Məciddən öncə topa sahib olmağı bacardı. Qısa komandası yenə də tələsmir. Sadiq döndü geriyə. Royal Roman oynadı. Roman bir qədər geri çəkildi. Nələr baş verir oyunda? Roman tərpənmir. Dırdır komandası da təzyiq göstərmir. İndi yaxınlaşırlar, Məzid yaxınlaşır. Romanın üzərinə sürməsini etdi. Sadiq istiqamətinə. Bu bəlkə də bir taktikaydı bu zərbə. Müdafiələrdən meydana tərk etdi. Korner. Bir anda boşluq yaxaladı rəqibi müdafiəsində. Sadiq'i gördü Roman. Lakin zərbəsi isə müdafiələrdən blok qoydular. Hakimin də səsləndi. İlk hissə başa çatdı. İlk hissə Kristal komandasının 1-0 xüsusilə ilə başa çatdı. İkinci hissədə yenidən görüşmə ümidi ilə hələlik deyirəm. İkinci hissədən təkrardan birinci xoş gördük futbol səvərlər. İlk hissə Kristal komandasının 1-0 xüsusilə ilə başa çatdı. İkinci hissədə yenidən iki komanda yoxulları arzulayırıq. Miri Vasif oynadı indi. Top Vasif'də qalır. Vasif Məcid topladı kapitan. Aslında İbrahim var idi. O da Kristal komandasının kapitanıdır. İki kapitanın mübarizəsində top Kristal komandasının kapitanına meydana tərk etdi. Məcid qapı qarşısına ötürmə gəldi. Sadi topu uzalaşdırdı. Musa sağ zəfdə Sadiq oynadı. Royal Romanı gördü sağ zəfdə. Meydanın üzərinə aid olan səsində uzun ötürmə gəldi. Top meydanda qalmayıb. Bu meydana çıxdı. Out. Musa sağdan oynadı. Roman Sadiq yenidən Roman düşündü. Son anda Yunus çatdırdı özünü, imkan vermədi. Rəqibinin zərbə indirməsinə top Vasif'də meydana tərk etdi. Vasif bu ötürmə qarşısını kəsməyə çalışdı. Əksüzuma çıxılmağa çalışdı komandasına, amma top meydanda qalmadı. Xalid Musa oynadı. Musa soldan ötürmə, Roman qapı qarşı ötürmə, zərbə gəlmə, qol! Kapitan fərqləndi. İbrahim ikinci hissədə oyuna daxil oldu. Qol da o gətirdi komandasına. İkinci qolu 2-0. Kristal komandası hesab fərqini 2 topa çatdırdı. Mərkəzdən top oyuna daxil edildi.
Yunus'un ötürməsi keçmədi. Out sol cinahdan Kristal komandası outdan topuna daxil etdi İbrahim. Tələsmədi, geriyə ötürmə etdi Royal. Sadiqlə oynadı. Sadiqin ötürməsi, top qaldı kiper. İbrahimdə qaldı, dərhal da topu oyuna daxil etdi Hidayət. Səmədə səhvi yol verildi. Alt Kristal komandasının da ama yenidən qazanır topu Dırdır komandası. Top qapısı Rahimdə qaldı. Solcan Vasif istiqamətə ötürməni Vasif zərbəsi indirir top qapı üzərindən. Meydandan çıxdı. Buradan zərbə ilə topuna daxil edildi. Sadiq sağ cinahda Roman topladı. Roman yaxşı axılı özündə indi Royal oynuyor. Sadiq top qapısı Xaliddə qalır indi. Royal topu Royal'a ötürdü Sadiq. Sol cinahda Roman var. Musa'ya bırakır. Musa sol zata. İndi ötürməsi etdi. Roman sağ cinahda. İbrahim kapital qapı qarşısına ötürmə. Son anda Məcid topu ulaşdırdı. Kristal komandası outdan topu oyuna daxil etdi. Qapısı Xaliddə qədər gəldi top. Royal. Sadiq oynuyor. Sol cinahda Musa'nı gördü. Paraya ötürmə etdi. Musa topu oyunda sağ zaha paylaşır metoda. Sadiqə İbrahim topladı. Roman ötürməsi Məcid girdi araya ötürmənin qarşısını kəsdi. Out Kristal komandasında. Yolcumuz kesmədi. Top Məciddə qalır. Məcid baxı qapıya zərbəsi indirdi. Romandan blok gəldi bu zərbəyə. %17 hərəkətliyi qazanır Roman. Qalçıpədən uzun ötürmə. Top qapısı Xaliddə qaldı. Xalid. Top yenidən qapısı Rahimə qədər gəlib çatdı. Asıl topu özü çatdırmağa çalışdı. Bu mümkün olmadı. Out yenitirdi Sadiq. Yenidən Musa topladı indi. Musa. Sağ zinahda 2 dırdırdı. Onun qarşısını kəsdi. Ötürmədi. Məcid ram edə bilmədi istədiyi kimi. Roman topladı. Və indi Haşimov səsləndi. Qayda pozuntusu təyin etdi Haşimov Romana qarşı. İndi səsləndi. Roman. Özü cəmə dəvəsini yetirir. Musa ilə oynadı. Musa. Royal sağ zinahda Sadiq var. Sadiq qapı qarşı ötürmə gəlir. Zərbə son anda Yunus. Bu zərbəni qapı istiqamətinə gedərkən qarşısını kəsməyi bacardı Musa. Roman yenidən Musa'na düşürdü ama ötürmə keçmədi. İndi Dırdır komandası ekstra tutması çalışır. Vasif oldu sol zinahda. Vasif üzün döndü qapı istiqamətinə. Məcid oynadı. Məcid. Zərbəsini indirir. Topun müdafiəçiləri də idi. Topu Kristal komandasına qaldı. Musa topladı indi. Musa. Mirini geridə qoymağı bacardı. Top hələ də Musa'nın özündədir. Sol zinahda Musa indi. Topu oyunu saxladı ama top özündə kalmadı. Qapısı topu ondan almağı bacardı.
Roman qapısı oynadı Xalid. Tək toxunuşu ötmələr. Müdafiədən yaxşı ötmələr də çıxır. Daha hələ də çıxmadılar. İndi geri qayıtdılar. Yenidən Romanda top. Top meydana qalır Royal. Saatlik oynadı. Musa topladı hal-hazırda. Məcid var qarşısında. Roman oynadı. Musa qüvvətli zərbə indirir. Golkiper bu zərbəni dəf eləməyi bacardı. Hatta topa sahib də oldu. Uzun ötürməyə top. Yenə qapısı Rahimdə qaldı. Sağ Hidayət topladı. Geriyə ötürmə Yunus. Yunus Məcid oynadı. Məcid. Zərbə düşürdü. Blok gəldi bu zərbəyə. Outlar zaten indi out yerinə yetirəcək. Dırdır komandası. Məcid qapı qarşısına ötürmə. Məcid zərbəsi. Blok gəldi Royal. Bugün müdafiədə çox inanlı təsir başlayır Royal. Rəqibinə göz açdırmır. Son məsafədən zərbə düşündü. Yunus qarşıladı. Müdafiətə Royal. Təsdiq var basışdan geriyə ötürmə. Sadiq. Musa. Roman. Sadiq. Qapı qarşısına ötürmə zərbə və gol. Top oradadır. Dubleter oyuna ikinci sizə daxil olan kapitan İbrahim. 3-0 oldu hesab bu golla. Nəkəsən dırdı komansı topuna daxil etdi. Vasif. Mirhil oynadı. Yunus. Nizəm Miri. Ara ötürməsi kesmədi. Məcid qapı qarşı ötürmə. Zərbə gəlmədi Hidayətdən. Zərbə Hidayətdən gəlmədi. Qapı yox. İndi zərbə gəlir Miridən. Bu zərbə əsəsvən üzərindən meydanı tərk edir. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Xalid. Sadiq oynuyor. Sadiq sürəti keçdi mərkəzi. Ayaq saxladı indi. Məcid gəldi qarşısına. Solda kapitan oynadı. Döndü geriyə Roman. Royal topladı indi. Sadiq oynuyor. Sadiq Musanı gördü son anda. Məcid. Sürüşə topu komanasına qazandırdı. Sürüş mənfəti ilə indi. Musa zərbəsi edirdi. Golkiper. Musanın qarşısını almağı bacardı. Təs bir toxunuş və korner. Məsəfi yol verdi. Məcid zərbəsinə blok gəlir Sadiqdən. Xalidin səhvini Sadiq su ortaladı. Korner yenə itirildi. Hidayət. Hidayət zərbəsi. Qapısında qalır top. Xalid. Uzun ötürmə. Yunus qarşıladı müdafiədə.
Out. Roman yenə də 3-cü hissəyə qədər çəkildi. Sağ oynadı indi. Royal. Məcid topu qazandı. Yunus oynadı. Yunus'a da indi bir yatırım etdi. Yaxşı gördü Vasifi. Kapitan Vasif zərbəsi indirir. Qalkiper. Bu zərbəni dəf eləməyi bacardı. Oyundakı iş qollarını axtarırdırdı komandası. Mələki teslim qıra bilməyiblər. Sağ geriye sürməkdir Roman. Xalid oynadı. Xaliddən yerə götürmək İbrahim istiqamətinə. Sağ zatla Musa topladı. İmir var qarşısında. İbrahim. Musa oynuyor. Sadiq var sağ zatla. Qüvvətli zərbə indirdi Sadiq ama. Zərbə qapı istiqamətinə getmədi. Zərbə ilə top oyuna daxil edildi Dırdır komandasında. Miri. Məcid oyunu Məcid ara oturması keçmədi. Müdafiədə İbrahim İnamlı oynadı. Real topu özünü yaxşı saxladı. Sağ zaxıda Roman oynadı indi. Roman. Solda İbrahim oynuyor. Parla ötürüm etdi sağ altına. Musa yüzünü döndü qapı istiqamətinə. Ötürməsini etdi İbrahim. Sadiq oynadı. Sadiq zərbəsini indirdi. Qalkiper. Dəf etdi zərbəni. Miri topu uzaqlaşdırdı. Yenidən top Kristal komandasındadır Musa. Roman oynadı. Tümə gəldi qapı qarşısına. Dırdır komandasında topu hazırda. Sağ zatla Hidayət topladı. Burada Sadiq'e qarşı qayda pozuldu. Cəmmə zərbəsi yeni yetirildi artıq. Roman yenə də geriyə çəkilir. Və nə baş verdi top? Tora daxil olmadı xəttin üzərində. Roman son anda topun xətt keçməsinə imkan vermədi. Top meydana qalmadı indi out. Dırdır komandası outu yeni yetirir. Yunus qapı qarşısına ötürməyə hazır. Zərbəsini indirdi. Blok gəldi. Yenə də blok gəlir. Və qayda pozuldu. İbrahim qaydanı pozdu rəqibinə qarşı. Zərbəsi yeni yetirildi. Zərbə də gəldi. Top qapının üzərindən meydanı çıxdı ama hakim fiti göstərməlidir deyir. Yenidən yerinə yetiriləcək bu cərimə zərbəsi. Səsləndi, yeni yetiriləcək zərbəsi. Topçudan səhətdən qayıtdı. Yunus Vasif oynuyor sağ zatla. Qapı qarşısına ötürmə düşündü. Tərs bir toxunuş top qapısı. Xaliddə qaldı. Xaliddə Roman oynadı. Roman. Sadiq görür sağ zatla. O da Royal oynuyor. Royal qapısına qaytarır Xalid. Xaliddən irəyə ötürmə. Top. Qalkiperə qədər gəlib çatdı. Top indi Dırdır komandasında da Azər. Sürməsi kesmədi. Qalkiper özünü çatdırır topu. Uzaqlaşdırdı Yunus. Topu elə də Dırdır komandasında da Vasif topladı sol uzaqda.
Mərkəzə meyl etdi, zərbəsini indirdi. Bu zərbəsi qeyri-təyə qalındı. Uzun ötürməyə top qalkiperə qədər gəlib çatdı. Daha doğrusu qalkiper nəzarətində meydanı tərk edir. Qapıdan zərbə ilə Rahim top oyuna daxil etdi. Sol cinaqda Vasif topladı. Vasif ötürməsi Məcidə, Məcid zərbəsini indirdi. Xalid bugün qapımı toxunulmaz saxlayacam deyir. Kesit vermir Dırdır komandasına bu epizodda. Roman ötürməsi keçmədi, out. Miral suyunu yetirdi, Vasif oynadı. Məcid ötürməsi, top Sadiqdə qaldı. Sadiq bu pasın arası kəsməyi bacardı. Topu komandasına qazandırdı. Musa sol zata sürət yığıb qalkiper vaxtında qapısını tərk etdi və təhlükənin qarşısını almağı bacardı. Musa. Top hələ də Musa'nın özündədir. Və burada indi Musa'ya qarşı qayda pozuldu. Zərmə zərbəsi yeni yesir etdi. Roman geriyə çəkir. Vasifdən təzyiq var Romana və Vasif burada qaydanı pozdu. Romana qarşı. Zərmə zərbəsi orta yerinə yetirilib. Top meydandadır Roman. Royal indi. İbrahim oynuyor. Kapitan topladı. Məcid təzyiq göstərir ona. Altırdı komandasına da. Məcid altı yönə yetirdi. Miri oynadı. Miri baxır qapıya. Zərbəsini indirdi. Son anda Xalid və korner. Korner yenildi. Qapı doğru zərbə gəldi Yunus'dan ama bu zərbə çərçivədən bir xeyli aralı keçdi. Qapıdan zərbələ uzun ötürmə etdi. Musa istiqamətlə Musa qapısını da keçməyə çalışdı ama Rahim imkan vermədi. Son anda korneri göndərməyi bacardı. Roman Musa ile oynadı. Yenidən Roman'ı düşündü. Yunus topu uzaqlaşdırdı. 6 yeni yetirdi Kırsa komandasında. Top indirdi komandasında, top çıxışı gəldi Kırsa komandasında. Solca Vasif istiqamət ötürmə, bu ötürmə dəqiq alınmadı. Ötürmə keçmədi. Top indi Sadiqdə qalır. Sadiq soldan oynadı. İbrahim döndü geriyə. Roman. Xalid geridə çox. Bugün rahat top çevirdi. Dırdı komandasının təzyiqini görmədilər. Rahat şəkildə qaçmadan, özlərini yormadan hücuma çıxırlar. Kristal komandası bugün. Alt yeni korner yetirdi Sirəm İbrahim. Yenidən korner. Musa istiqamət ötümə gəldi. Musa qarşısında Məcid var. Məcid topu altı göndərməyi bacardı. İmkan vermədi Musa'nın irəliləməsinə. Kingsley topladı indi oyunda da bu dəqiqələrdə. Qapı doğru zərbə gəldi. Qalkiper. İki həmlədə topa sahib oldu. Yanında Miri ilə oynadı. Miri. Vasif zərbəsini indirir. Xalid. Zərbəni dəf eləməyi bacardı. Out tutturdu komandasının da. Alt yönü esirilib. Vasif var. Sadiq girdi araya. Sadiq qapısız bözdü. Sadiq və gol! Sadiq də fərqlənir. O da qol vuran siyasının öz adını yazdırdı. 4-0.
Bir Musa, bir Sadiq və 2 də kapitan İbrahim fərqlənib. 4-0 hesab. Musa qapı qarşısına ötürmə, amma zərbə gəlmədi, toxunuş gəlmədi Azaddan. Qapı qarşısında zərbə ilə toxumaya daxil edildi. Götürməsi ünvana çatmadı top. İsrail komandasına qalır. Yunus yerə doğru ötürməyə qarşılandı. Müdafiyyətə top Romanda qaldı. Roman yaxşı çıxdı. Ötürməsini etdi. Neden Roman ama bu dəfə eləyə bilmədi. Kingsley indi qalır top. Rumsay oynayır sol zaten. Musa zərbəsini indirir. Son anda qalkiper dəfə eləməyi bacardı bu zərbəni. Korner. Konya qapıya paralel şəkildə top getdi. Out yeniləsildi dərhaldırdı komandasında Vasif. Vasif var ötürməsi. Məcid sıqaməsən zərbəsini indirdi Məcid. Yenə Xalid. Bu oyun kesid yoxdur deyir. Kesit vermir Dırdır komandasına. Maçın bitiminə son 1 dəqiqə qalıb. Artıq İsrail komandası üst xalı öz hesablarını yazdırdılar deyə bilərik. Konya yetirdi top. İndi qapısı Rahimdə qaldı. Vasif oynayır sol cinata. Kingsley var qarşısında. Out yetirdi Vasif tərəfindən. Məcid sıqamat ötürmə. Kingsley kəsdi qarşısına. Out. Qapı qarşı ötürmə. Azər. Topu ram edir sinəsi ilə. Qapı qarşı ötürmə edir. Zərbə gəlir və gol! Vasifin qolu gəlir. Təsəlli qolu gəldi Dırdır komandasına. Dörd 1 oldu hesab. Mərkəzdən top oyuna daxil edildi. Kingsley Azadla oynadı. Hakimin də final fiti səsləndi. Maç başa çatır. Kristal komandası 4-1 hesabı ilə qələbə qazandı. 3 xal hesablarını yazdırdılar. Təbrik edirik Kristal komandasına. Növbəti oyunlarda hər iki komandaya da uğurlar arzulayırıq biz də. Röportajımızı burada yekunlaşdırırıq. Növbəti maçlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.